Deməli, hal-hazırda qarşımızda olan sual bir məhcullu tənliklərin ən sadə nümunəsidir. Suala baxırıq, verilən ifadədəki tənliyi həll etməyimiz tələb olunur. Deməli, biz bunu həll edərkən mötərizələr açıb, naməlum hədlərin bərabərliyini sol tərəfə, məlum hədlərin isə sağ tərəfə keçiririk. Deməli, 2x plus 3 burası x minus 2 minus 28 bərabərdir 16. 2x plus vurub açırıq. Mötərizədən kənarında vuracağımız ədəd müsbət olduğu müsbəti müsbətə eləyir müsbət 3x, müsbət mənfi eləyir mənfi 6. Çıxılsın 28 olduğu kimi qalır bərabər 16. Deməli, x-i x-lə adi sərbəstlər isə sərbəstlərlə toplayırıq. 5x bərabərdir 16 üstü gəlsin 34 x bərabərdir 10-a və yaxud da ki yazarıq qısaca x 5x bərabərdir 50 x bərabərdir 10.